Akıl Bakdadı kanalında Cici Hak Qərdək. Bağışlayan və mehriban Allahın adı ilə. Salam Sümeyyə bacının şirin, şəkər, gül balaları. Deyin görüm, yeni nağıla qulaq asmağa hazırsınız? O zaman başlayaq. Uşaqların dostu. Uzaq və isti bir diyarda insanların suallarına elmi və hikməti ilə cavab verən, əxlaqı ilə tanınan bir insan yaşayırdı. Onun adı Məhəmməd Baqir idi. O, İmam Hüseyn əleyhissalamın nəvəsi, İmam Səccad əleyhissalamın oğlu idi. Balaca uşaqlar o zaman onu çox sevirdilər. Çünki İmam Baqir əleyhissalam onlarla mehriban danışar, onların suallarına cavab verər və onların əxlaqla böyüməsini istəyərdi. Bir gün, balaca bir uşaq bazarda oynayırdı. Birdən uzaqdan gələn bir adamı gördü. O adamın üzündə təbəssüm, əlində təsbih vardı. Uşaq onu tanımadı, amma qəribə bir mehribanlıq hiss etdi. Tez qaçaraq İmam Baqir əleyhissalamın yanına gəldi və dedi: "Salam əmi." İmam Baqir əleyhissalam dayanıb gülümsədi və dedi: "Afərin sənə balaca. Sən məni qabaqlayıb salam verdin. Allah səni və ailəni sevindirsin." Sonra əlini uşağın başına çəkdi və ona bir dua oxudu. "İlahi, bu uşağın qəlbini elmə və mərifətə aç." Uşaq çox sevindi. O gündən sonra hər dəfə kimsə ilə qarşılaşanda ilk salam verən özü olurdu. Deyirdi: "İmam Baqir əleyhissalam mənə öyrətdi ki, əxlaqın başlanğıcı salamla başlayır." Başqa bir gün, İmam Baqir əleyhissalam xidmətçisi ilə bağa gedirdi. İsti bir gün idi. Bağın bir tərəfində bir kasıb kişi oturmuşdu və çörəyini suya batırıb yeyirdi. İmam ona yaxınlaşdı. Kasıb adam biraz narahat halda başını qaldırıb dedi: "Ey əhl-i beytin övladı, gəlib yanımda oturarsınız?" İmam Baqir əleyhissalam sakitcə oturdu. Gülümsəyib dedi: "Əlbəttə, bir şərtlə. Sən də mənim evimə qonaq gəlməlisən və mənim yeməyimdən yeyəcəksən." Adam təəccüblə və sevinc içində razılaşdı. Uşaqlar bu səhnəni görəndə anladılar ki, izzətli olmaq insanlara təvazökar davranmaqla gözəldir. Əziz balalar, bu əhvalatdan öyrəndik ki, əvvəl salam vermək sevgi və əxlaqın açarıdır. Kasıbları kiçik görmək olmaz, onların qəlbi Allaha yaxındır. Təvazökar olmaq insanı böyüdər, ucaldar. Gül balalar, çalışın bu cür gözəl davranışları siz də özünüzdə inkişaf etdirəsiz. Belə olsa, ailənizlə, dostlarınızla gözəl münasibətlər qura bilərsiniz. Mehriban Allaha əmanət olun. Əziz balalarım, nağılımız barəsində şəkil çəkib bizə göndərməyi unutmayın.